Olimpiya çempionu olmaq, o 4 il o mərhələdə onlar dərədən çıxıblar. Dərədən çıxıblar ki, o zirvəyə çıxsınlar və Olimpiya oyunlarından sonra heç vaxt elə olmur ki, elə məşhur idmançılar o formada qalsınlar. 4 il dalbadal qalmaq o formada olmur. Ona görə onlar enirlər aşağı, formadan düşməlidirlər, psixoloji, fiziki zədələri olur onların və s. Və indi mərhələ başlayır və bu bəzi yarışlarda onlar udurlar, bəzilərdə deyək, nəsə çatışmır onlara. Yenə deyirəm, o formaya düşmək üçün tələsmək olmaz. 20 komandanın məşqçiləri onun üzərində işləyirlər. Ona baxmayaraq, Hidayət İslam oyununu utdu. Həm şəxsi utdu, həm də Azərbaycan komandası İslam oyunu utdu komandada. Özdə zəif komandaları yox. O da Qazaxıstanın komandası çox güclü cüdoçuları var. Özbekistanın komandasını finalda utdular. Onlar da istəyirlər də İslam oyunlarını olmağa. O Bakıda da öyle özlər. Ərəb Emiratında idi. Tərlan müəllim, ola bilərmi ki, Hidayətlə Zelimin uğursuz çıxışında rejimə əməl etməməsi, nizam-intizam əməl etməməsi, ulduz xəstəliyi, müxtəlif... Heç belə şey ola bilməz, nə var? Onlar peşəkardırlar. Peşəkar olmasalar, mən deyərəm, təsadüfi deyil bu. Bir ilin ərzində Avropanı udmaq, dünyanı udmaq və Olimpiya oyununu udmaq. Tarixdə belə şey çox 10 illər gərək keçsin ki, belə idmançı çıxsın o tarixa. Yox, onlar nəzarəti də var üstündə, müəllimlərin də nəzarəti var, yığma komandanın da, federasiyanın da, dövlət başçısının da, elə şey yoxdur. Mən özüm də bilirəm bunu, mən Hidayətlə 21 ildir, 6 yaşında gəlib mənim yanıma, indi 28 yaşı var. Belə şey ola bilməz, rejimdir. Amma razılaşın ki, Hidayət də Zelim də qeyri-sabit çıxış elər də, yəni məsələn elə yarışlar olur ki, ümitlər doğrultmaz. Məsələn, dünya çempionatında. Bir dəqiqə, İslam oyunları zəifdir. 57 ölkə var idi orada. 57 ölkə arasında Hidayət çempion oldu, Zelim 2-yə çıxdı. Ondan qabaqki turnirdə, Peru'da Hidayət çempion oldu və hər rəqib ona qarşı, o Olimpiya çempionuna qarşı dişinə sıxdı. Amma sonra uğursuzluqla üzləşdi. Yox, mən yenə deyirəm sizə, o orada bir yalan olmasın, Hidayətin texnikasını bilən, Hidayətdən də zəif olmayan idmançılar var. Hər çəkidə, xüsusən də 73 kilo ən çox iştirakçı olan çəkidir. O çəkidə bir 8-10 nəfər idmançı var ki, kəllə-kəllə gəlirlər Hidayətlə. Amma Hidayət lazımlı momentdə onları utdu. Bu turnirdir. Bunlar seçmə, lisenziya üçün xal yığmadır. Bu günləri indi özünüz görürsünüz. Azərbaycan çempionatı belə səviyyədə heç vaxt keçirilmir. Belə ajiyataj, belə tribunaların doluluğu, belə azarkeşlərin yığışmağı bu meydana göstərir ki, judoda böyük bir dəyişik var Azərbaycanda. Təzə nəfəs var və o Olimpiya çempionları, dünya çempionları o nəfəsi veriblər.